Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Aziz ve değerli kardeş ve bacılarım, bugünkü cümə xütbəmizin mövzusu dosta sədaqət hakkında olacaktır. Allah Resulü sallallahu aleyhi ve alihi ve sellem bir hadis-i şerifinde buyurur ki, ahir zamanda hakiki dostlar ve halal pul nadir tapıntıya çevriler. Eğer onları tapsanız, onlardan möhkem yapışın. Diğer bir hadis-i şerifinde buyurur ki, elə insanlarla dostluk edin ki, onların simasına bakanda Allah'ı hatırlayasınız. Onlardan ayrıldığınız zaman ise günahlarınız tökülsün. Uca Rabbimiz Kur'an-ı Kerim'in bir ayetinde buyurur, Bismillahirrahmanirrahim. Ve yevme ya'addu zalimu ala yedeyhi yekulu ya leyteni ittehaztu ma'ar rasuli sebila. O gün zalim ellerini çeyneyip diyecektir. Kaş ki mən peygamber vasitesiyle özüme doğru bir yol tutardım. Ya veylete leyteni lem ettehiz fulanen halile. Vay halıma, kaş filancası özüme dost etmeyeydim. Aziz ve değerli kardeşlerim, bizim yol haritamızı Allah'ın kitabı, Uca Rabbimizin kelamı ve Allah Resulü'nün sallallahu aleyhi ve alihi ve sellemin sünneti ve ehl-i beyti teşkil edir. Onların hayat programına baktığımız zaman dostluğu, sadakati onlardan öğrenirken zarara, ziyana uğramış olmuyor. Ama elə ki iş cığırından çıktı, iş Allah'ın emrinden kenara uzaklaştı, iş Allah Resulü'nün sünnetinden uzaklaştısa, bu zaman hayatımızda müxtəlif çətinliklərlə üz-üzə qalmış olur. Allah Resulü bize tövsiye etti. Elə insanlarla dostluk edin ki, onların simasına bakanda Allah'ı hatırlayasınız. Yani dostluğun mahiyeti neden ibarettir? Dostun seni Allah'a aparsın. Dostun sana Allah'ı tanıtsın. Dostun sana Allah yolunda olmağı öğretsin. Dostun sana Allah'a kulluk, bendelik etmeyi göstersin. Ve ondan ayrılarken günahların tökülsün. Yani o kadar o dostun Allah'a bendelik, kulluk, abidlik, müminlik etsin ki onun yüzüne bakanda sevap kazanasan, onun sözleriyle Allah'a yakınlaşasan. Ama o dost ki Allah'tan uzaktır, Allah'ın Resulünden uzaktır, sünnetten, şeriyetten uzaktır, sen ondan ayrılanda günahların tökülmeyecek, günah üstüne günah gelmiş olacak. Ve onun için de Uca Rabbimiz Furkan suresinin 29, 30, 28 bu ayelerinde buyurur ki وَيَوْمَ يَعَضُّ الظَّالِمُ عَلَى يَدَيْهِ يَقُولُ يَا لَيْتَنِ اتَّخَذْتُ مَعَ الرَّسُولِ سَب۪يلًا. O gün zalim ellerini çeyneyip diyecektir. Kaş ki mən peygamberler vasitesiyle özüme doğru bir yol tutardım. Peygamberleri özüme vasıta ederdim, doğru yolu tutmuş olaydım. Ya veylete leyteni lem ettehiz fulanen halile. Vay halıma. Kaş
filankəsi özümə dost tutmayaydım. Ne üçün? Diğer ayelerde bunun da Rabbimiz bize izahını verir. لَقَدْ أَضَلَّنِي عَنِ الذِّكْرِ بَعْدَ إِذْ جَاءَنِي وَكَانَ الشَّيْطَانُ لِلْإِنسَانِ خَذُولًا. Andolsun ki Kur'an mənə gəldikdən sonra məni ondan Kur'an'a iman getirmekten o saptırdı. Şeytan insanı yalgız bırakar. Evvelde özümüze ettiğimiz zulümden, zalimin halından bahs olundu. Sonra vay olsun bizim halımıza, kaş filankesi özümüze dost etmeyeydik diye bir teessüf hissi getirdik. İndi ise Rabbimiz bu ayette buyurur ki, nece Kur'an peygambere nazil olupsa, burada ayette Rabbimiz her birimizin dilinden danışır. Andolsun ki kıyamette diyeceğimiz sözdü. Andolsun ki Kur'an mənə gəldikdən sonra, yani kıyamete kadar gelen Müslümanların her birine Kur'an gelip, yani gelen Kur'an müminsense, Müslümansansa senin için nazil olup ve Allah o bəndələrin, o kulların dilinden kıyametteki hallarını karakterize ederek buyurur ki, and olsun ki Kur'an mənə gəldikdən sonra məni ondan, yani Kur'an'dan, Kur'an'a iman getirmekten o saptırdı. Kim saptırdı? Evveldeki aye, kaş filankesi özüme dost etmeyeydim. Onunla dostluk etmeyim, onunla yoldaşlık etmeyim, məni Kur'an'a iman getirmekten uzaklaştırdı. Məni Kur'an'la yaşamaktan uzaklaştırdı. Məni Kur'an'ın buyurduğu yol ile gitmekten azdırdı. Ve arkasında buyurur ki, şeytan insanı yalgız bırakar. Şeytan insana bir başa vesvese eder. Eğer bir başa vesvesede galip olmazsa, gücü çatmazsa, bu zaman buyurur ki, ben ona insan şeytanlarından göndererem. Ve insan şeytanları insana elə bir halda müsellat olar ki ve o ona müsellat olduktan sonra şeytanın belə edebilmeyeceğini o insanlar insana edebilir ve şeytan da Rabbine diyer ki, ben ondan alemlerin Rabbi olan Allah'a sığınıram. Allah'a sığınıram ona göre ki, ben onun kadar bu kadar bacarıklı olabilmezdim. وَقَالَ الرَّسُولُ يَا رَبِّ اِنَّ قَوْمِ اتَّخَذُوا هَذَا الْقُرْآنَ مَهْجُورًا. Sonda ise Rabbimiz öz Resulünün diliyle Resulünün şikayetini seslendirir. Buyurur ki, Peygamber de Allah'ın Resulü da, ey Rabbim, hakikaten kavmim bu Kur'an'ı terk etmiştir diyecektir. İnsan Kur'an'a iman getirmedi, zahiren inandısa Kur'an yoluyla gitmedi, Kur'an'a göre yaşamadı ve buna sebep olarak onun vay halıma, kaş filankesle dostluk etmeyeydim sözü oldu ve sonda ise iş o yere geldi çattı ki Allah'ın Resulü Allah'a şikayet eledi ve bunu da Kur'an bize bildirir ki Peygamber de diyer ki, Resul da diyer ki, ey Rabbim, hakikaten kavmim bu Kur'an'ı terk etmiştir. İnanmamıştır yok, terk etmiştir. Ona göre yaşamamıştır. Ona göre hayatını nizamlamamıştır. Ve bunun için de aziz ve değerli Müslümanlar, aziz ve değerli kardeşlerim, Allah Resulü buyurur ki, sizin sadakatli dostlarınızın olması, sadakatli dostlar kazanmağınız, sadiklerle beraber olmağınız, ahirette de sizi Allah'ın Resuluna, Ehl-i Beyt'e, sahabelere konuşu etmiş olar. Eğer biz bu dünyada o dostları seçmesek, o dostlarla dostluk etmesek, dostluğumuz menfaat için olsa, dostluğumuz dünya için olsa, bunun hem dünyada ağır imtihanını Allah mütlak manada bize yaşatacak ve aynı zamanda da ahirette ağır bir hesabını vermiş olacak. Bazen görsənir ki, dostlar sadece Allah'a xatir dostluq edirlər.
mömindiler deyə dostluq edirlər, iman əhlidirlər deyə dostluq edirlər. Amma işin həqiqətinə gələndə görürsən o dostlardan biri, eyni yol gedən o dostlar, eyni idarədə işləyən o dostlar, eyni işi görən o dostlar birinin ayağı büdürədisə artıq imtihan başladı. Hətta şahidi olmuşuq ki, kimisə vəzifədən çıxardanda əvvəlcə yaxın dostumdur deyən insanlar telefonunu çıxarıb hələ xəbər tam ictimailəşməmiş o nömrəni telefonundan belə silibdir. Amma zahirən Allah üçün dostluq edirmiş kimi görsənirdi. Onun üçün bizə bir dostluqda sınaq vasitəsi göstərilir. Allah Resulü buyurur ki, dostlarınızı sınayın. Nə ilə sınayın? Bir səfər etməklə sınayın, bir də ticarət etməklə sınayın. Əgər iki şeydə onlar sınaqdan çıxarlarsa demək ki, həqiqi dostlardır. Çünki həqiqi dost səfərə çıxdığı zaman səfərin bütün məşəqqətlərini, bütün çətinliklərini sinəsinə çəkər və səfərin ədəbinə riayət edərək səfərdə baş verən hadisələri haradasa bayraqlaşdırıb danışmaz. Dostunun qüsurunu, eybini hər yerdə yaymaz. Və belə olduğu halda görərsən ki, səfərdən çıxan dost həqiqi dost olmuş olar. Və eyni zamanda sən o dostunu pul ilə imtihan etməyibsən, ticarət ilə imtihan etməyibsən. Hər şey yaxşı idi, hər şey əla idi. Elə ki, iş gəldi mənfəətə, bəzən görürük ki, 5 manat belə illərin dostluğunun kökünə balta vura bilir. Bəs bu nə dostluq idi? Bəs dostluqda olan sədaqət hara getdi, vəfa hara getdi? Bizim yolumuzun rəhbəri Allah Resulü sallallahu aleyhi və alihi və səlləmin bizə öyrətdiyi dostluq bundan mı ibarət idi? Səhabələrin dostluğu belə mi idi? Əhl-i Beytin dostluğu belə mi idi? Bunlara baxıb bu kimi suallarımıza cavab tapa bilərik. Muhammed və ali Muhammedə salavat çəkirək. Əziz və dəyərli qardaşlarım, bayaqçı ayədə dedik ki, insan ahirətdə fəryad edəcək, vay halıma deyəcək və kəş filankəsi özümə dost etməyəydim deyəcəkdir. Ayədə Rəbbimiz fulənən deyir. Yəni filankəs, ad vermir, fasik, müşrik, münafiq. Amma uca Rəbbimiz Quran-ı Kərimin digər bir ayəsində buyurur ki, kunu mə'as-sadiqin, sadiq insanlarla bərabər olun. Ayənin əvvəlində Yə eyyuhəl-ləzinə əmənu, ey iman gətirənlər. Kitab iman gətirənlərədir. Sonra ittəqullah, sonra Allahdan qorxun, sonra isə kunu mə'as-sadiqin, sonra sadiqlərlə, doğrularla, dürüstlərlə bərabər olun, Allahın bizə əmridir. Uca Rəbbimiz inanan insanlara Allahdan qorxmağı istədi. Nə üçün? Çünki inanan insan Allahdan qorxmasa, Allahın verdiyi istiqamət üzərə dostlarını seçməsə, Allah üçün dostluq etməsə, Allah üçün sədaqət və vəfa, təslimiyyət göstərməsə, sonda o bəndəsinin, o qulunun mütləq mənada ziyana uğrayacağını bilir. Bunun üçün də bizi bizdən yaxşı tanıyan Rəbbimiz buyurur ki, ey iman gətirənlər, Allahdan qorxun, yəni təqva sahib olun, Allahın sizə göstərdiyi ölçülər içərisində yaşayın və kunu mə'as-sadiqin, sadiq insanlarla bərabər olun ki, onların üzünə baxanda Allahı xatırlaya biləsiniz. Onlardan ayrılanda günahınız tökülsün. Allah Resulü buyurur ki, kişi dostunun dini üzərindədir. Yəni, sənin hansı dində olmağın dostuna bağlıdır. Sən hansı iman ölçüsündə olmağın, imanı dəyərlərə sahib olmağın dostuna bağlıdır. Elə isə kiminlə dostluq etdiyinizin fərqində olun. Kiminlə dostluq etdiyinizə diqqət edin. Baxın, bura gələn dostlarımızın, qardaşlarımızın böyük əksəriyyəti
bura dostunun vasitəsilə gəlir. Dostu ona zəng vurur və yaxud bir neçə gün öncə xatırladır. İnşallah cümədə görüşərik. Bəlkə heç onun cümə yadına düşmürdü. Bəlkə heç cüməyə gəlmək niyyəti yox idi. Bəlkə bu günləri fərqli bir görüşü var idi, hər hansısa bir işi var idi. Amma yaxşı dost, baxın, kim sizə bugün zəng vurubsa, cüməni xatırladıbsa, cümənizi təbrik edibsə və sizi cüməyə getməyə vədar edibsə, şövqləndiribsə, həvəsləndiribsə, demək ki, o Allahın dediyi o sadiq dostlardandır. O salih dostlardandır. Sizə Allahı xatırladır. Sizə bugün bu sözləri eşitməyiniz üçün fürsət yaradır. Və siz də o sadiqlərdən olmağınız üçün, salihlərdən olmağınız üçün digər dostlarınıza bu cür yol göstərmək, bu cür istiqamət vermək məcburiyyətindəsiniz. Söhbət dostluqdan düşmüşkən biz Qur'an-ı Kərimin ayələrinə baxanda möminlərin övliyaullah olduğunu görürük. Allah möminlərə, həqiqi iman sahiblərinə Allahın vəlisi deyir, Allahın dostları deyir. Əzan bütövlükdə müstəhəbdir, yəni vacibat deyil. Əzanın içərisində də bizim işlətdiyimiz bir ifadə var. Əşhədu ənə aliyyən vəliyullah. Şəhadət verirəm ki, Əli Allahın vəlisidir, Əli Allahın dostudur. Bunda da heç bir məzhəbin ixtilafı yoxdur ki, Əli Allahın dostu deyil. Əli sədaqət sahibi deyil. Amma baxın, burada belə Allah bizi imtihan eləyir. Bəzən məscidimizə gələn bir çox insanları görürük ki, Əliyyən vəliyullah ifadəsini əzanda eşidən kimi arxasını mehraba çevirib məscidi tərk edir. Bax, bu baxımdan dost seçmək də, Allaha dost olmaq da, Allahın dostlarını tanımaq da bizim üçün bir imtihandır. Bizim üçün Allahın sınaması və seçimidir ki, biz kimin dost olduğunu qəbul edir. Təbii ki, bizim üçün Allah Rəsulunun 4 xəlifəsinin 4'ü də Allahın dostudur. Allah Rəsuluna dost olanlar təbii ki, Allaha da dostdular. Biz onlara dil uzada bilmərik, biz onlara arxa çevirə bilmərik və Həzrət Əlinin adı əzanda səslənərkən ki, Əliyyən vəliyullah qəbul edirik, Əli Allahın vəlisidir. Əli Həzrət Rəsulun qardaşıdır, onun dostudur və biz də ona dostduqsa, o zaman onun adı çəkilən yeri tərk etməz, onun arxasında olar, onun istiqamətində olarım. Allah bizi həqiqi dostlardan, Allaha dost olanlardan, cəmiyyətdə, dostluqda sədaqət yayanlardan olmağı nəsib etsin. Cüməniz mübarək olsun.